Herkese salam. Bugün sizinle birlikte 5. sınıf İngiliz dili səhifə 100 və 101 işləyəcəyik. Gəlin başlayaq. Akla suver. Yəni bütün sinif üzrə bir suallar, testlər. Look at the chart and choose the correct words. Danışığa baxın və düzgün olanları seçin. The information is chart in images, paragraphs. Deyək ki, aşağıda verilmiş bu hissə şəkillərə aiddir, yoxsa paragraflara. İkincisi isə siz information is about teachers and students. Gördüyümüz kimi də aşağıdakı danışıq şəkillərdən asılıdır. Onun üçün images. İkincisi isə gördüyümüz kimi burada uşaqlar haqqında, studentlər haqqında yazılır. Onun üçün studentsi işarələyəcəyik. Gəlin ki, ikinciyə. Analyze the charts. Then answer the questions for you. Bu da verilmiş danışığı analiz edin. Sonra isə özünüzə uyğun olanı seçin. What is your favorite thing? Sən ən sevdiyin şey nədir? Burada siz buradan istədiyiniz birini seçə bilərsiniz. Məsələn, sport, itman etmək və s. İndi mən nümunə olması üçün sport yazacağım. What is your favorite place? Ən çox sevdiyiniz yer nədir? Burada özünüz istədiyiniz şeyi yaza bilərsiniz. Mən nümunə olsun üçün məktəb yazacağım, yəni school. Üçüncü, what is your favorite activity? Mən burada yanlışlıqla sportdan favorit aktivitini yeni səhv yazmışam. Onu düzəltək. Sport bura gedəcək. First things, yəni sən ən sevdiyin şey nə idi? Burada yazacağıq ki, məsələn, bunu nümunə verib. Telefonum, kitabım ya da velosipedim. Siz bunu yenə özünüz ən uyğun olanı seçəcəksiniz. Amma mən məsəl üçün yazdım ki, bike. Yəni mən ən sevdiyim şey bike'dır, velosipeddir. Ən sevdiyim yer məktəbdir. Ən sevdiyim məşğuliyyət isə idmandır. Gördüyümüz kimi burada bizə bir metin kimi bir danışıq verilib. Gəlin bu danışığın üstünlüyünə qulaq asaq. A class survey. Escola Carlos Eugenio Stewart. Survey. Total number of students, 100. Topic. Favorites. My favorite thing. Hello, I'm Diego. I'm from Mexico. This is my favorite thing. My bike. Hi, I'm Cynthia. I'm from Brazil. And my favorite things are my cell phone and books. What's your favorite thing? I'm Bruno, and I'm from Mexico. My favorite activity is sports. Basketball is cool. Hello, I'm Luciana, and I'm from Brazil. School is my favorite place. It's cool. I'm Samira, and I'm from Brazil. My favorite place is my home. It's awesome. Listening ki qulaq asdığımıza görə gəlin keçək 3-cü misala. Read and listen to survey. Choose the correct answer. Bu yuxarıdakı danışığa baxın və düzgün variantları seçin. The telephone is favorite thing for students. Telefonlar uşaqların neçə faiz üçün ən sevdiyi şeydir? Burada gördüyümüz kimi 50%. İkincisi, school is favorite place for students. Məktəb uşaqların 40% üçün ən sevimli yerdir. Üçüncüsü, music is favorite activity for
of the students. Musiqi qulaq asmaq şagirdlərin %10'un üçün ən sevimli şeydir. Yəni, ən çox xoşladığı fəaliyyətdir. Dördüncüsü, it's a favorite activity for the students. Bunlardan bir aktivite uşaqların, yəni şagirdlərin 30% üçün ən sevimlidir. Burada gördüyümüz kimi playing video games, yəni oyun oynamaq şagirdlərin %30 üçün ən əyləncəli şeydir. Bunu elədiyimiz görə gəlin ikinciyə keçək, yəni səhifə 101-ə. Birinci, read and listen text. Check the correct answer. Aşağıdakı tekstləri qulaq asın, yəni oxuyun və qulaq asın, sonra isə düzgün olan işaretləyin. Gəlin ilk öncə text listeningə qulaq asaq. Unusual homes. My home is a cave. Where is your home? My home is a cave. There are beautiful cave homes around the world. Look at this hotel in the Cedarburg Mountains in South Africa, 240 kilometers from Cape Town. The cave is old, but the windows are very modern. The Stadsel caves in South Africa are not homes, but there are paintings here. There are some very old paintings of elephants on the walls. They are over 1,000 years old. These cave homes in Matmata, Tunisia are very old. There are about 2,000 people in this community, and the caves are perfect for families. What part of the home is this? Correct! It's the kitchen. Cool, isn't it? There are no windows, but there are plates on the walls. These homes are great. What's your favorite cave home? Listening qulaq asınca görə gəlin tərcümə edək. My home is a cave. Mənim evim bir mağaradır. Where is your home? Evin hardadır? My home is cave. Mənim evim bir mağaradır. Burada çox gözəl bir mağara var. Bax. Güney Afrikanın 240 kilometr uzaqlarında bir Cedarburg Mountain adlı otel vardır. Bu mağara çox köhnədir. Amma onlar çox modern şəkildə dizayn olunublar. Güney Afrikadakı bu mağaralar evlər deyil. Amma orada yazılar var, yəni şəkillər. Burada 1000 yaşından daha yaşlı olan bəzi heyvanların şəkilləri var. Yəni bunlar 1000-dən daha çoxdur odadılar. Bu evlər Matmata, Tunisia, bu evlərin içində Matmata və Tunisia çox nədir? Burada 2000 insan yaşadığı çox təxmin edilir. Bu hansı ev növünə aiddir? Yəni bu şəkildəki. Bəli, bu bir mətbəxdir. Qəşəng görsənir, deyilmi? Burada pəncərə yoxdur. Amma son üstündə boşqap və divarlar vardır. Oxuyumuza gəlin işarələyək. What is objective for author? Yəni yazar burada nə demək istəmişdir? To talk about his home, öz evi haqqında danışmaq üçün. To talk about a different type of hotel, fərqli bir otel haqqında danışmaq üçün. To talk about types of home, fərqli evlər haqqında danışması üçün. Burada gördüyümüz ki, yəni fərqli evlər haqqında danışılır. Onun üçün üçüncü işarələyəcəyik. Yəni ikinci misala keçək. Choose the correct words. Düzgün sözləri seçin. Cave homes are not beautiful. Mağara evlər çox gözəldir. İkincisi, the cave home is South Africa.
is not a hotel. Gördüğümüz kimi onlar burada yazılmışdı ki bunlar oteldir. Otel. Yani oteller. Onun için yazacağıq ki yani isi dairələyəcək. Bu Güney Afrikadakı olan yerler oteldir. Mağazalar oteldir. The caves in status are not homes. Buradaki mağazalar ev ya da ev değil. Gördüğümüz gibi artık ev değil. The cave homes in Tunisia are not new. Gördüğümüz gibi oradaki evler yeni değil. Köhne yani qədim evlərdir. There are not any window in the kitchen cave home Tunisia. Gördüğümüz gibi o Tunisia evlərində mətbəxində heç bir pencere yok idi. Match the beginning of the sentence. Cümlələri bir-birləri uyğunlaşdırın. There are plates on the walls. Divarlarda boşqab var idi. In the kitchen cave in Tunisia. There are an old cave. Burada qədim bir mağara var idi. Amma onun pencərələri çox modern görsənirdi. The hotel in South Africa is old. In Kedebek Mountains. Yəni Kedebek dağlarındakı evlər köhnə idi. Burada qədim yazılar var idi. Güney Afrikadakı mağaralarda. Gördüğünüz kimi səhifə 100 və 101 işlədik. Gələcək video olmasa görüşmək üzrə ilə. Hələlik.